Sual-cavab rubrikasında isə izləyicilərimizdən suallar bizə ünvanlanıb. Gəlin görək onlar hansı suallardır. Əli Cəfərli, izləyicimiz Əli Cəfərli bizə belə bir sual ünvanlayıb. Salam, bilmək istərdim ki, saxlanma temperaturu bütün qidalar üçün eynidir yoxsa fərqlidir? Dediyimiz kimi, bayaq da bu məsələyə toxunduq. Məhsullar ayrılır, spesifikasiya olunur. Yəni, çiy məhsullar, bişmiş məhsullar, deyək ki, quru qidalar var, onların temperaturu ayrıdır. Deyək ki, dənəvər məhsulları, quru qidaları, deyək ki, bura taxıl məmulatları var, hansı ki, kisələrdə saxlanılır, müəyyən qablaşdırmada saxlanılır. Onları anbar şəraitində biz, məsələn, müsbət 25 dərəcə temperatura qədər saxlaya bilirik. Ancaq ət və ət məhsullarını, süd və süd məhsullarını isə biz təbii ki, qidalı mühit olduğu üçün, orada nəmli daha çox olduğu üçün, mikroorqanizmlərin inkişafının qarşısını almaq üçün daha soyuq şəraitdə və yaxud da uzun müddətli saxlanmasını təmin etmək istəyirsə, dediyimiz -18 dərəcə temperaturda saxlamalıyıq ki, onlarda deməli, mikroorqanizmlərin inkişafını ləngidək və uzun müddət saxlaya bilək. Və növbəti sualımız isə belədir ki, Aygül İbrahimli izləyicimiz bildirir ki, qidaları hansı növ materialdan olan qablarda saxlamaq məsləhətdir. Qidalara ümumiyyətlə tövsiyə olunan araşdırmaların nəticələrinə görə bəlli olan nəticələr budur ki, bayaq da qeyd eləmişdim bu barədə, qidaları hazırladıq, yaxşı olar onları ya şüşə qablarda, ya deyək ki, polad materialdan təmin olunmuş, təşkil olunmuş qablarda, yəni paslanmayan materialdan olan qablarda və yaxud da emallanmış qablarda, yəni üzlənmiş qablarda ki, orada hər hansı bir reaksiya getmir, belə deyək, metallarla reaksiya getmir, o baxımdan da təhlükəsiz hesab olunur. Yəni, bu üç qablaşdırma materialları daha çox məhsulları saxlamaq üçün məsləhətlidir. Təbii ki, orada plastik materialları da əlavə edə bilərik. Amma mən şəxsən özüm tövsiyə eləyərdim ki, bu üç materialdan, yəni paslanmayan poladdan, şüşə materialdan və yaxud da emal qablaşdırmada olan qablarda saxlanılsın və əgər ehtiyac olarsa da plastik qablaşdırmada da qablaşdırmanı həyata keçirə bilərsiniz. Ancaq dediyimiz kimi bu 3 və 4 daha doğrusu qablaşdırma, ümumiyyətlə qablaşdırma materiallarının deməli sənədlərdə təsdiq olunmuş belə deyək, nəticələri göstərilməlidir ki, həqiqətən də bu qablaşdırma materialları qida üçün nəzərdə tutulur və onlarda qida saxlanıldıqda hər hansı bir sirayətlənmə, çirklənmə baş verməyəcəkdir. Ümid edirəm ki, suallarınızı ətraflı cavablandıra bildim. Növbəti görüşlərdə görüşənədək.